Salam əziz izləyicilər. Qlobal problem olan daban şporu, yəni daban mahmızı. Doğru dildə hamı onu şpor kimi tanıyır. Bu problemdən əziyyət çəkən insanlar çoxdur. İstər cavan insanlar, istər yaşlı insanlar, ən çox kişilər arasında bu problem var. O da nədən irəli gəlir, hələ bunu tapan olmayıb. Amma ən çox kişilərdə də bu problem var. Bunun üçün sizə 2 üsul göstərəcəm. Ev şəraitində rahatlıqla istifadə edə biləcəksiniz. 2 aptek məhsuludur. Bunun üçün bizə lazımdır vanna etmək üçün duz və mütləq dolu krem. İndi bunları necə istifadə edəcək bir yerdə? Əgər istəyiriksə daban şporundan xilas olaq, dabanımızı yaxşı yumuşaldaq və o xəstəlikdən xilas olaq, bu 2 məhsul bizə çox kömək edəcək. İlk növbədə isti vannaya bu duzdan tökəcəksiniz, vanna eləyəcəksiniz. Bunu hər axşam eləyin, çəkib yatın. Yaxşıca isti vanna elədiniz, ayağınızı tam quruluyun və mütləq dolu kremi çəkəcəksiniz. Hardakı şpor var sizdə, çəkin, yüngülcə masaj eləyin və yəqin ki, bütün evlərdə streç klok var. Streç klokla bağlayın və yatın. Hətta corab geyinib yatsız daha yaxşı olar ki, streç açılmasın. Bunu hər gün eləyin. Ən azı bir həftədən sonra özünüz görəcəksiniz ki, mükəmməl şəkildə dabanınız yumşalacaq, şporlarınız aradan qalxacaq, ağrılarınız götürüləcək. Şporun ağrısı dəhşət olur, onu hər insan dözə bilmir. Yəni, həm ağrılarınız aradan götürüləcək, həm şpordan xilas olacaqsınız və hər kəsə də məsləhət görürüm. Ona görə də bu videonu mütləq paylaşın. Hər kəs istifadə eləsin və daban şporundan hər kəsi xilas etmək lazımdır. Sadəcə paylaşın, hər kəs görsün, hər kəsin qabağına çıxsın və mən çox sevinərəm ki, insanlara kömək etmiş olaram. Ona görə də sizdən asılıdır. Videoları mütləq bütün qruplarda, WhatsApp qruplarının hər birində paylaşın ki, insanların məlumatı olsun ki, bunun çarəsi sadəcə 2 dənə aptek məhsuludur.